Salam, Azərbaycanın daxili suları, Böyük Qafqazın şimal-şərq yamacının çayları. Birinci Samur çayı. Samur çayı tranzit və sərhəd çayıdır. Quton dağdan başlayır, hündürlüyü 3648 metrdir. Deməli, Samur, Qusar çayı qarpızlaqlarla, bir də Qudyal çayı. Bu üç çay qarpızlaqlarla qidalanır. Xəzərə birbaşa tökülürlər. Samur çayı dedik, Quton dağdan başlayır, 3648 metr hündürlükdədir. Qusar çayı Bazar düzündən başlayır, Xəzərə tökülür. Samurla Qusar, deməli, Qusar rayonu və Xaçmaz rayonu ərazisindən Xəzərə tökülür. Qudyal çay, Qaraçay, Vəlvələ çay isə Quba Xaçmaz rayonları ərazisindən birbaşa Xəzərə tökülürlər. Deməli, Qudyal çay Salvat aşırımından başlayır. Qaraçay, Vəlvələ çay isə Baş Qafqaz silsiləsindən axır. Deməli, Vəlvələ çayın üzərində Afurca şəlaləsi var. Şabran çayın cənubunda Dəvəçi çay. Dəvəçi çay deməli var. Həmin bu Dəvəçi çay Ağzıbirçala gölü həm şirin sudur. Dəvəçi çay Ağzıbirçala gölünə tökülür. Ağzıbirçala gölündən isə Xəzərə Qara Dəhnə çayı axır. Ağzıbirçala gölü laqum mənşəlidir. Böyük Qafqazın şimal-şərq yamacının çayları kanyonvari dərələr yaradır. Afurca şəlaləsini qeyd elədik Vəlvələ çayı üzərində. Sonra bu zonanın çayları iki tektonik zonada axır. Həm Böyük Qafqaz, həm də Ön Qafqaz. İki fiziki coğrafi rayonundan keçirlər. Qonaq kənd və Samur Dəvəçi. Sonra burada həm də Qusar maili, Samur Dəvəçi ovalığı yerləşir. İqtisadi baxımdan isə Quba Xaçmaz iqtisadi rayonuna aiddir.